Salam dəyərli kanal üzvləri. Biz bugün MİQ çərçivə sənədinə yeni əlavə olunmuş xüsusiləşmiş üzvlər haqqında danışacağıq. Məna yükünü nəzərə çarpdırmaq üçün xüsusi intonasiya ilə tələffüz edilən, fasilə və vurğu ilə ayrılan üzvlərə xüsusiləşmiş üzvlər deyilir. Tərifi öyrəndik, gəlin indi baxaq tərifdə nələrə diqqət eləməliyik. İntonasiya və fasilə sözünü gördüyümüzə görə artıq bilirik ki, biz xüsusiləşmiş üzvləri digər üzvlərdən fərqləndirmək üçün vergül işarəsindən istifadə etməliyik. Xüsusiləşmə cümlə səviyyəsində baş verən mürəkkəb semantik hadisədir. Bu cümləni niyə nəzərinizə çatdırmaq istəyirəm? Çünki imtahanda sual, nəzəri yaxud praktiki düşə bilər. Əgər nəzəri sual düşərsə, biz bütün sözləri, qaydaları əzbər bilməliyik ki, həmin nəzəri sualları yaza bilək. Praktiki sualda isə artıq öyrəndiklərimizi tətbiq eləməliyik. Nitq prosesində bu və ya digər üzvün xüsusiləşməsi həmin üzvü mənaca aktuallaşdırmaq, daha artıq nəzərə çarpdırmaq istəyi ilə bağlıdır. Baxın, buna yaxın bir fikri biz məntiqi vurğuda müşahidə eləmişdik. Eynən xüsusiləşmiş üzvlərdə fikrin daha aktuallaşması, daha çox nəzərə çarpdırılmasına xidmət eləyir. Xüsusiləşmə cümlədə əlavə məlumat verilmə vasitələrindən biri sayılır. Xüsusiləşmiş üzvlərin köməyi ilə dil vasitələrindən az istifadə etməklə çox informasiya veririk. Xüsusiləşməni yaradan vasitələri əzbərlədikdən sonra artıq praktiki olan bütün suallara tətbiq edə bilirik. Başqa, özgə, qeyri, savayı, sonra, kimi, haqda, baxmayaraq, əlavə, əvəzinə, asılı olaraq, yanaşı olaraq, fərqli olaraq kimi sözlər vasitəsilə biz xüsusiləşməni yaradırıq. Xüsusiləşmədə diqqət olunmalı əsas məqam isə vergülün istifadəsidir. Xüsusiləşməni əmələ gətirən digər qrup sözlər isə xüsusən, xüsusilə, o cümlədən, özü də, hətta, illa da tərzində olan sözlərdir. Orta məktəb qrammatikasında bunların xüsusi olaraq toxunmasa da, ali məktəb qrammatikasında bu sözlər modal söz və bağlayıcı qismində dəyərləndirilir. Xüsusiləşmə zamanı, yəni bu sözlərlə xüsusiləşmə zamanı küllün cüzə münasibəti bildirilir. Yəni ümuminin xüsusiyə münasibəti bildirilir. Gəlin bunu bir nümunə ilə əsaslandıraq. Mənim qəlbimi oxuya bilsəydin, ancaq o zaman şairləri, xüsusən də Nizamini. Baxın, şairlər ümumi, şairlərin içindən Nizaminin fərqləndirilməsi isə xüsusi məqamdır. Burada biz küllün cüzə münasibətini, yəni ümuminin xüsusiyə münasibətini görürük xüsusiləşmə vasitəsilə. Qoşmalı xüsusiləşmələr ikinci dərəcəli üzvlərə aiddir. Ümumilikdə daha çox dilimizdə müşahidə olunur tamamlığın və zərfliyin xüsusiləşməsi, çox az hallarda isə təyinin xüsusiləşməsinə də biz rast gələ bilirik. Başladıq tamamlığın xüsusiləşməsi ilə. Tamamlığın xüsusiləşməsi başqa, savayı, özgə, qeyri, əlavə qoşmalarının köməyi ilə baş verir. Gəlin bir neçə nümunəyə baxaq. Xeyrənsə arvad açıq minnətdarlıqdan başqa ürəyində kainata dua eləyirdi. Baxın, başqa sözündən sonra qoyulan vergülə əsasən biz bilirik ki, burada xüsusiləşmə baş verdi və tamamlığın işarəsini qoyuruq. Bir cümlədə baxaq. Yoğun millərdən əlavə yenə durğu işarəsinə əsasən qərar verdik ki, burada xüsusiləşmə var və tamamlığın işarəsini qoyduq. Bu xüsusiləşməni yaradan sözləri, tamamlığın xüsusiləşməsini yaradan sözləri əzbərləməliyik. Xüsusiləşmə tamamlıqda iki formada özünü göstərir. İstinad etmə və aid etmə məzmununda. İstinad etmə məzmununda xüsusiləşən hissənin ifadə etdiyi iş və hadisə istinad məzmununda olur. Baxın, nümunədə daha aydın bunu ifadə eləyəcəyik. Bu yerlərdə indi uçuq evlərdən başqa heç nə görünmürdü. Baxın, başqa sözü vasitəsilə biz məzmuna istinad elədik. Bu hissəni də götürürük tamamlıq qismində. Aid etmə məzmununda isə bir nümunəyə baxaq. Müşavirəyə alim və mühəndislərdən başqa texniki işçilər də, texniki işçilərin də bura aid olduğu. Nə edilmişdi? Dəvət edilmişdi. Kim? Texniki işçilər, alim və mühəndislərdən başqa hissəsini biz götürürük tamamlığın xüsusiləşməsi qismində. Deməli, burada bir məqama da diqqət eləməliyik. Başqa, özgə, qeyri ayrı sözləri
əsas nitq hissəsi kimi çıxış etdikdə xüsusiləşmə məzmunu daşımır. Başqa işlər onu maraqlandırmırdı kimi onu nə işlər, hansı işlər, başqa işlər. Xüsusiləşmə üçün bizə mütləq vergüllə fərqləndirilmə lazımdır. Tamamlıqlar cümlə daxilində aktuallaşaraq xüsusi nəzərə çarpdırılaraq qoşmasız da xüsusiləşə bilər. Düzdür, bu tərz nümunələri biz böyük ehtimal ki, testlərdə rast gəlməyəcəyik, amma ali məktəb qrammatikasında buna toxunulduğuna görə, hələ ki ilk ildir bu mövzu düşdüyünə görə bunu da vurğulamaq istədim. Həzoğlu Qasım adamlıqda 1000 kamandara dəyər. 1000 kamandar kimi idi tərzində bir xüsusiləşmə yaradılıbdı. Xüsusiləşmiş tamamlıqlar cümlənin əvvəlində və ortasında işləndikdə ondan vergüllə ayrılır. Sonda işləndikdə isə cümlənin intonasiyasına əsasən kitablarda olduğu kimi cümlə hansı durğu işarəsini tələb edirsə, ondan da istifadə edirik. İndi danışaq zərfliyin xüsusiləşməsi haqqında. Zərfliyin xüsusiləşməsində biz ayrı-ayrı mövzulara toxunmamışdan qabaq ümumilikdə zərfliyin xüsusiləşməsini əmələ gətirən ünsürləri sayacağam. Zərfliklər baxmayaraq, halda, əvəzinə, kimi, asılı olaraq, fərqli olaraq, yanaşı olaraq, əlaqədar olaraq, bağlı olaraq, şərt ilə, yerdə tərzində sözlərin köməyi ilə xüsusiləşir. İndi bunların hər birinə bir-bir toxunaq. Birinci başladıq baxmayaraq sözü, hansı ki daha çox rastımıza çıxan bu baxmayaraq sözünün köməyi ilə olan xüsusiləşmələrdir. Baxmayaraq sözünün köməyi ilə olan xüsusiləşmələr fe'li sifətə və məsdərə artırıla bilər. Və bu zamanda bizim qarşılaşdırma zərfliyi məzmunu düzdür. Orta məktəb qrammatikasında yenə də bu zərfliyin növü yoxdur, amma biz məlumat olaraq bunu bilək. Qarşılaşdırma məzmunu zərfliyi əmələ gətirir. Bütün cəhdimə baxmayaraqdan sonra qoyulan vergül bizə göstərdi ki, bura xüsusiləşmədir və biz zərfliyin xüsusiləşməsi olaraq, məna növünə getsək isə qarşılaşdırma zərfliyinin xüsusiləşməsi olaraq bunu öyrənirik. Davam edirik halda sözünün xüsusiləşməsi ilə. Halda sözü yenə də fe'li sifətə və qoşulur və qarşılaşdırma zərfliyi əmələ gətirir. Bacısı məktəbi əla qurtarıb həkimlik dərsi oxuduğu və əla oxuduğu halda onun işi gücü evdə oturub üz-gözünə rövnəq vermək idi. Bu hissədə biz halda sözü daxil olmaqla olan hissəni götürürük qarşılaşdırma zərfliyi olaraq. Halda sözündən sonra qarşılaşdırma intonasiyası ilə aydın fasilə olmadıqda, yəni vergül olmadıqda isə biz bu sözü xüsusiləşmə olaraq götürmürük və həmin sözü vəziyyətdə sözü ilə əvəz edə bildikdə cümlə üzvü xüsusiləşmir. Bu halda, bu vəziyyətdə deyə biliriksə, bu zaman halda sözünün iştirak etdiyi üzv qarşılaşdırma zərfliyi yox, tərz zərfliyi funksiyasında olur. Ürəyini talayan gözəlliyə minnətdar halda, minnətdar vəziyyətdə gözləri arvadına dikildi. Bu hissəni biz götürürük, xüsusiləşmə deyil, üstəlik də tərz zərfliyidir. Davam eləyək. Burada bayaq qeyd elədiyim kimi vergülün olub-olmaması məsələsinə görə biz fərqləndiririk. İndi isə əvəzinə sözünün vasitəsilə yaranan xüsusiləşməyə diqqət eləyək. Yenə də məsələ eynidir, vergüldən istifadəyə görə fərqləndiririk. Pərt olmaq əvəzinə sevindi. Xüsusiləşmədə bir məqamı qeyd edeyim sizlə. Xüsusiləşmənin xəbərlə bağlılığı zəif olduğuna görə digər cümlə üzvlərinin tapılmasına biz xəbərdən rahat sual verib tapa bilirdik. Amma xüsusiləşmədə yaxşı olar ki, biz xüsusiləşməni yaradan vasitələri əzbərləyək ki, sual vermək bizə çətin olacaq. Xəbərlə bağlantısının zəif olmasına baxmayaraq, xüsusiləşmə ilə xəbər arasında yanaşma əlaqəsi olur. Bunu da nəzərimizdə saxlayaq. Əvəzinə sözü vasitəsilə sözünü dan və sa şəkilçilərlə əvəz etmək də olar. Məsələn, pərt olmaq əvəzinə sevindi nümunəsini pərt olmaqdansa sevindi tərzində də biz xüsusiləşdirə bilirik. Burada bir qeydi nəzərinizə çatdırım. Əvəzinə sözünün iştirakı ilə xüsusiləşdirilmiş qarşılaşdırma zərfliyi qrammatik semantikasına görə tamamlığa bənzəyir. Amma təbii ki, biz bunu diqqət eləyirik, zərflik olduğunu unutmuruq. Tərz zərflikləri daha çox fe'li sifət və məsdər tərkiblərinə
kimi qoşmasının qoşulması ilə xüsusiləşir. Uşaqlar yıxıla-yıxıla yeriməyi öyrəndiyi kimi, böyüklər də görüb götürür, öyrənir. Necə, nə cür, hansı tərzdə yıxılmağı öyrənir, yeriməyi daha doğrusu öyrənir. Bu hissəni xüsusiləşmiş zərflik olaraq bütövlükdə götürürük. İsmi və fe'li birləşmələrlə yanaşı, kimi qoşmalı tək-tək sözlər də xüsusiləşə bilər. Məsələn, burada nümunəyə baxaq, deyir ki, sənin kimi mən də Füzulinin vurğunuyam. Sənin kimi, kimidən sonra qoyulan bu vergül həmin hissənin xüsusiləşmə olduğunu nəzərimizə çatdırmaq istəyir. Asılı olaraq, fərqli olaraq, yanaşı olaraq, əlaqədar olaraq, bağlı olaraq sözlərinin də köməkliyi ilə biz tərz xüsusiləşmələrini, tərz hərəkət zərfliklərinin xüsusiləşmələrini yarada bilirik. Bir nümunəyə baxaq buradan da. Aslan mənə dediklərindən fərqli olaraq yığıncaqda tamamilə başqa fikir söylədi. Bu hissəni biz tərzi hərəkət zərfliyinin xüsusiləşməsi olaraq dəyərləndiririk. Bayaq qeyd elədiyim kimi xüsusiləşmələr xəbərlə əlaqəsi zəif olur, amma aralarında yanaşma əlaqəsi olur. Bir qeydi də nəzərinizə çarpdırım. Çox işlənən sız şəkilçili isim və əvəzliklər tərs zərfliyi kimi xüsusiləşə bilir. Nümunəyə baxaq. Maşınsız necə gedəcəksən? Burada maşınsız sözünü təsəvvür edin ki, maşın olmadan necə gedəcəksən? Yaxud da, bəs indi o tamaşanı nə əvəz edəcək? Onsuz, yəni o olmadan necə ötüşəcək formasında yuxarıdakı sözlər olmadan da sız şəkilçisinin vasitəsilə xüsusiləşməni yaratmışıq. Şərti ilə sözünün köməyi ilə, dan və çox sözünün köməyi ilə də biz xüsusiləşməni yarada bilirik. Yenə nümunələrə baxaq. Kişibəyovgili çıxmaq şərti ilə Seyfəlinin gətirdiyi balıqdan 2 adam dadmırdı. Kişibəyovgili çıxmaq şərti ilə hissəmiz oldu zərfliyin xüsusiləşməsi. Digər nümunəyə baxaq. Tamaşaçılar tutulardan çox, yenə də bu hissəni vergülə əsaslanaraq biz götürdük xüsusiləşmə kimi. Onların qonub oturduqları dəyənəyi çil-çil bulayıb naxışlamalarına baxırdılar. Baxın, bura qədər olan hissədə bizim üçün əsas məsələ nə idi? Xüsusiləşməni yaradan vasitələri əzbərləmək. Məsələn, biz dedik ki, tamamlığın xüsusiləşməsində mütləq özgə, savayı, qeyri, əlavə tərzində qoşmalar olmalıdır. Zərfliyin xüsusiləşməsində baxmayaraq halda, əvəzinə, şərti ilə, yerdə, çox, bağlı olaraq, fərqli olaraq, yanaşı olaraq, əlaqədar olaraq, şərti ilə tərzində sözlər lazım idi. Amma dilimizdə çox az halda, bayaq vurğuladığım kimi olsa da, təyinin xüsusiləşməsi də var ki, bu halda biz hansısa sözdən istifadə eləmirik. Vergüldən istifadə eləmirik. Baxın, bu yuxarıdakılardan artıq fərqli məqamlarımızdır. Təyinin xüsusiləşməsində nə vergülün köməyi ilə tapmayacaq, nə də xüsusi sözlər yoxdur ki, onların köməyi ilə tapmayacaq. Təyinin xüsusiləşməsinin vasitəsi tire işarəsidir. Və təyinin xüsusiləşməsində təyinlənənlə öz yerini dəyişərək cümlənin sonuna keçməklə formalaşır. Gəlin nümunələrə baxaq. Xəzər bir ayna idi, üzü ləkəsiz. Xəzər necə ayna idi? Üzü ləkəsiz formada. Bir aya bənzədi, camalı solğun. Necə aya bənzədi? Camalı solğun aya bənzədi. Nümunələrdən də gördüyümüz kimi təyin cümlənin sonuna keçərək xüsusiləşmə yarada bilir. Buradan təyinlə bağlı xüsusiləşmələrdə biz nəyə diqqət eləməliyik? Qoşulma yolu ilə əlaqələnən bəzi xüsusiləşmiş təyinlərdə yarım müstəqil olan fe'li sifətin buraxıldığı müşahidə olunur. 3 böyük çadırdır, hamısı dəmir tordan. Gəlin indi cümləni səliqəli bərpa eləyək. Hamısı dəmir tordan olan 3 böyük çadır idi. Diqqət elədiyiniz kimi fe'li sifətin sanki buraxılması, sanki ixtisarı formasında biz xüsusiləşmə görürük təyində. Təyin əlavə şəklində xüsusiləşir, yəni bayaq da vurğuladığım kimi tiredən istifadə eləyərək xüsusiləşir. Bir də ara sözlü, bağlayıcılı, dəqiqləşdiricili xüsusiləşmiş üzvlər var. Bunların imtahanda rastımıza çıxma ehtimalı çox azdır, amma səthi formada da olsa toxunaq. Biz bilirik ki, ali məktəb qrammatikasında olan bəzi köməkçi nitq hissələri var ki, orta məktəb qrammatikasında rastımıza tam olaraq çıxmır.
Xüsusən, xüsusilə, ələxüsus, o cümlədən özü də, hətta, illah da tipli sözlərin köməyi ilə formalaşan dəqiqləşdirici sözlər adlanır ki, bunlar xüsusiləşmələr də var. Bu sözlər xüsusiləşən üzvün əvvəlində işlənərək cümlənin söylənmiş hissəsindən aydın fasilə və vurğu ilə fərqlənir. Həmin sözlər üzvün daha aydın nəzərə çarpdırılmasına, baxın bu fikirləri ilə yuxarıda da demişdik, fərqli heç nə yoxdur, aktuallaşmasına səbəb olur. Məsələn, bir nümunəyə baxaq. Buradakıların hamısından, o cümlədən Seyfəl dayısından üstünlüyü var idi. Var idi nə? Üstünlüyü kimdən? Buradakıların hamısından, o cümlədən Seyfəl dayısından. Bu hissədə əlavə vasitəsilə xüsusiləşmiş üzvümüzün hamısını biz tamamlığın xüsusiləşməsi olaraq dəyərləndiririk. Dəqiqləşdirici üzvün xüsusiləşməsində iki fikir ortaya çıxır. Bir, ümuminin xüsusiyə münasibəti, bir də həmcinslərdən birini daha aydın nəzərə çarpdırmaq xüsusiyyəti. Mövzu haqqında bu qədər. İstəsəniz bu PDF-i əldə etmək üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. PDF-i sizinlə bölüşərəm. Yenə də mövzuda qaranlıq qalan məqamlar olarsa, rəy bölməsində qeyd edin, sizə dəstək olmağa çalışacağam. Sağ olun.